Bismillah. Boğa bürcünün may ayına olan ən dəqiq proqnozu. May ayı Boğa bürcü üçün ilin ən dönüş nöqtələrindən biri olacaq. Sən artıq öz mövsümündəsən və bu enerjinin maksimum gücdə işlədiyi bir dövrdür. Ümumi enerji may ayı həyatında yenilənmə hissi güclənəcək. Uzun müddət gözlədiyin bəzi dəyişikliklər nəhayət hərəkətə keçə bilər. Özünə inamın artır və qərar verməkdə daha qətiyyətli olacaqsan. Pul və karyera bu ay maliyyə baxımından kifayət qədər güclüdür. Yeni gəlir mənbəyi ortaya çıxa bilər. Əmək haqqı artımı və əlavə qazanc ehtimalı var. Amma ayın ortalarında xərclərə diqqət et. Ani pul çıxışları mümkündür. Xüsusilə 10-18 may aralığı pul baxımından şanslıdır. Sevgi, subay boğalar üçün gözlənilməz tanışlıq ehtimalı yüksəkdir. Münasibətdə olanlar üçün isə münasibət ya da ciddi mərhələyə keçəcək, ya da zəif bağlar qırılacaq. Bu ay sevgi mövzusunda ya hamısı, ya heç nə enerjisi var. Sağlamlıq və enerji. Enerjin yüksək olsa da stres və yorğunluq yığa bilər. Boyun, çiyin və bel nahiyəsinə diqqət et. Ən şanslı günlər 5, 11, 17, 23, 29 may. Diqqətli olmalı günlər 8, 14, 21 may. Nəticə, may ayı sənin üçün pul, üstəgəl şəxsi inkişaf, üstəgəl ciddi qərarlar ayıdır. Əgər düzgün addım atsan, bu ay həyatında uzun müddətli uğurun təməlini qoya bilərsən.